Qədirxum haqqında danışmaq Peyğəmbərimizin xüsusi tapşırıqlarından biridir. Peyğəmbər öz xütbəsində təkid edir ki, kim bu xütbəni eşitdisə, gərək başqalarına da çatdırsın. Burada deyilən sözləri eşidənlər eşitməyənlərə çatdırsın. Qədirxum haqqında danışmaq çox vacib məsələdir. Qədirxum hələ aktuallığını saxlayacaq, həmişə də bu aktuallıq gündəmdə olacaq. Qədirxum barədə danışmaq, onu qeyd eləməyin də çox böyük əcri var, çox böyük savabı var. Peyğəmbərimizin sünnətinə əsasən 3 gün bu bayram qeyd edilməlidir. Çünki özü də orada 3 gün beyyət alıb insanlardan. Qədirxum bayramı möhtəşəm bir bayramdır. Vilayət dünyada insanlara azadlıq bəxş edə biləcək yeganə düzəndir. Bunu insanlıq haçan başa düşəcək, onda xoşbəxt olacaq. Vilayət azadlıq bəxş edir insanlara. Həqiqi axtardığı azadlığı o verir. Vəlinin sayəsində mümkün. Bax, bu o gün idi ki, haqla haqdan ayrıldı. Bu o gün idi ki, şeytanın imtihanı ilə imtihan olundu insanlıq. Və bəşəriyyətin bu imtihanı davam etməkdədir. Onların hamısı həcdən qayıdan, namaz qılan, oruç tutan, ibadət eləyən möminlər idi. Son həcci də Peyğəmbərlə bir yerdə eləyiblər. Deyərsən, bunlardan gözəl insan yoxdur. Baxarsan, deyərsən, maşallah, nə mömin, nə nuran insanlardır. Böyük bir dəstə, 120 min insan var idi, yazırlar tarixdə. Peyğəmbərlə bircə həcdən qayıdırlar. Bir dənə həssas nöqtə qərar verib Allah. O həssas nöqtə imkan vermir adam öz həqiqətini gizlətsin, öz mahiyyətini gizlətsin. Bunların namazı öz yerində, həcci öz yerində, ibadəti öz yerində, Peyğəmbərin yanında neçə illər cihad eləyiblər, döyüşüblər, canları ilə, malları ilə, siz təsəvvür eləyin. Bunlar, baxsın deyərsən ki, çox ali dərəcəli insanlardır. Amma Allahın bir meyarı var, deyir, bax, indi aşkar eləyəcəm. Bu nöqtədən keçə bilməyəcək. Burada artıq gizlətmək mümkün deyil. Namaz gizlədər, oruz gizlədər, bütün ibadətlər pislikləri gizlədə bilir. Amma bir nöqtədir ki, qiyamətə qədər bu insanların kimliyini üzə çıxartmaq üçündür. Dedi ki, diyanın indi göstərim sizə. Bəlliğ ma unzilə iləykə min Rəbbik. Ya Rasulallah, de cəmaata.